Yaxın əyləşin, mən sizə söz vermişdim axı ki, bu Soska Alona Əliyevaya yaltaqlıq edən blogercikləri ifşa edəcəm. Hazırsınızmı? İlk öncə bu videoya baxın. Bax burada qardaşım Emin Hüseynov bir neçə gün bundan əvvəl Münhen şəhərində İlham Əliyevin köməkçisi Hikmət Hacıyevlə üz-üzə gəlir. Cənab Hacıyev, olar sual vermək? Cənab İlham Əliyevdən Azad Mətbuatla sual verdik, cavab vermir. Siz Azad Mətbuat hesab edəmirəm. Siz Azad Mətbuat hesab Təşəkkür edirəm. Hikmət Hacıyev deyibdi ki, o bizi Azad Mətbuat hesab eləmir. Görürsünüzmü? Prezidentin köməkçisi Hikmət Hacıyev çox əsəbidir və özünü küçə uşağı kimi aparır. Bax bu hadisədən bir gün sonra nə baş verir? Yaltaq blogerlər başlayır Alona Əliyevanın dalına girməyə. Niyə? Bilirsiniz niyə? Bu fotoya diqqətlə baxın. Bax burada prezidentin köməkçisi Hikmət Hacıyev həmin o yaltaq blogerləri yığıb Kəlbəcərə aparıb. İndi aydındır, bu vicdansız blogercikləri bizim üstümüzə kim hürdürür? Bəli, prezident aparatından həmin o influencerlərə, blogerciklərə tapşırıq gəlib ki, Alonanın dalına girin və Mehman Hüseynovu qaralayın. Bu fotoya diqqətlə baxın, prezidentin köməkçisi Hikmət Hacıyevin yanında duranlar kimlərdir? Bax bu bloger Nəcibədir. Təəssüf ki, bugün sosial mediada belə hücumlara Alona Əliyeva məruz qalır, amma eyni şey sabah sənin də, mənim də və ya çox yaxın birimizin başına gələ bilər. Bu isə bloger Səbinə. Bugün elə bir xanımdan ilhamlanıb geyim seçmişəm ki, məncə artıq çoxlarınız onun tərzini bilirsiniz. Söhbət Alona Əliyevadan gedir. Daha çox klassik geyim geyinsə də. Bu isə bloger Aysel. İnsanlıq var, vicdan var. Xüsusilə son günlərdə adı çəkilən Alona Əliyeva ilə bağlı çoxlu söz-söhbət görürük. Çox rahat. Görürsünüzmü? Mehman Hüseynovdan heç nə gizlətmək olmur. Mən sizə demişdim axı ki, bu yaltaq blogerciklər boşuna danışmırlar. Onlara prezident aparatından tapşırıq veriblər və onlar pula görə, qəpik quruşa görə öz vicdanlarını, namusunu, qeyrətini satıblar. Və ən maraqlısı odur ki, bu dötə girənlər Alona Əliyevaya yaltaqlıq eləyirlər. Alona Əliyevanı müdafiə eləyirlər. Amma şəhərləri bağlayıblar. Niyə? Niyə? Bilirsiniz axı ki, bu millət sizin sifətinizə tüpürəcək. Bu millət sizə nifrət eləyir. Hər kəs bu adamları rədd etməlidir.